ən böyük risaləti müsəlmanları bir-birindən ayırmaq və təfrəqə salmaqdır. Ən böyük hədəfi və amacı təfsirdən odur. Çoxlu milli fəallarımız, milli aydın adamlarımız belə düşünürlər ki, biz türklərin milli təfsiri olaraq şubiyyə ilə ixtilafımız təkcə bizim dildə ola bilər. Amma belə bir ixtilafı yaratmaq, bu həddə ixtilafı yendirmək əlbəttə şubiyyənin öz istəyidir. Niyə ki, bizim fərqimiz o düşüncə ilə təkcə dildə də, fərhəngdə, kültürdə, fəlsəfədə, hikmətdə, irfanda, əxlaqda, bunların hamısında bizim çeşitli fərqlərimiz var. Bizlə rusların nə fərqi ola bilər? Onların da iki gözü, ağzı, burnu adamlar eyni qiyafədə. Avropalılarla nə fərqimiz ola bilər? Hamısı adamdırlar. Yəni, insani baxımdan, humanisti baxımdan bunlar hamısı adamdırlar. Amma bunların fərqləri var. Fərqləri nədədir? Fəlsəfədədir, bavərlərdədir, baxışıqlardadır. Biz nə cür baxırıq təbiətə, Allaha, çevrəyə, adamlara? Bunlar bir-birimizi ayırır. Və o əsasda bizim təfsirimiz də bunlardan ayırır və fərqli olur. O əsasda şubiyyənin təfsiri, tanrışünaslıqda bir təvəhhüm, peyğəmbərşünaslığı bir təhrif, insanşünaslığı da bir qondarma qavramdır ki, bizlərə təhmil olubdur. Amma təfsiri, türkü, irfani, fəlsəfi Təbriz məktəbindən, Şəms-i Mövlananın düşüncəsindən qaynaqlanaraq və illər boyu bizim aşıqların sazlarından və sözlərindən çıxaraq bir metodoloji bizə yaraldırdı. Metodoloji təfsir bizə yaraldırdı. O əsasda bizim tanrışünaslığımız hobb əsasında, peyğəmbərşünaslığımız əql əsasında, insanşünaslığımız da elm əsasında. Bu təfsirin əsasında bir humanizm, əxlaqsəl bir insan biz ortalığa qoyuruq ki, çox fərqlidir. O təfsir tənazu-i bəqaya düşünür. Bu təfsir tədbir-i bəqaya düşünür. O adamları bir-birinin canına salmaqdan, bir-birlərini yırtmaqdan ləzzət aparır, bəhrə aparır. Bu adamların arasında tədbir yaratmaqdan, barış yaratmaqdan, sülh yaratmaqdan ləzzət və bəhrə aparır. İki dənə burada düşüncə var. İki cürə sənin təfsirin var. Sən hansı təfsirə ağlamalısan, hansından qavramları götürməlisən. Təbriz məktəbi Təbrizdən qaynaqlanır. Bilirsiniz, Təbriz, əziz ustadlarım, Təbriz zatən təcəddüd tələbdir. Yenilik axtarandır. Varidati, şeytani məktəblərə bu Təbrizin heç ehtiyacı yoxdur. Necə ki, Qacar dönəmində də bu cürüdür. Qacar ağır və dərin islahat aparmışdır. Modernitə ilə barışıq edirdi. Nasirəddin Şah Tekiyə dövləti düzəltmişdi ki, orada həm İmam Hüseynin təziyəsi gedirdi orada, həm də ki, opera gedirdi orada. Yəni, bunun bir dənə məşrutiyyə, bir dənə devrimə, bir dənə ağır bir inqilaba heç ehtiyacı yoxdur. Bu gedirdi qabağa, öz çalışmasına aparırdı qabağa. Niyə ki, ennəməl əmal bin nətayiclə, əməlləri nəticələri ilə yoxlamaq olur. İnnəməl əmal da bin niyyət deyil. Və yəni ki, nəticələr bu oldu ki, ağır və dərin hakimiyyəti ki, türk müsəlmanları millət var idi, çox rahat bir devrimlə şubiyyə tapşırdıq və özümüzlə durduq, baxdıq. Təbriz quldur yeri. Quldur və mənayı dəqiq kələmə. Yəni, kimsəyə boyun əyməz. Özü qayda yaraldar, özü kural yaraldar, o kuralla da özü yaşayar. Belə təfsir özünün metodolojisi var. Bu təfsirin metodolojisi nə ola bilər? Ən birinci metodolojisi budur ki, bizlərə düşən budur ki, Qur'anın
türkü tərcümələrindən yararlanmalıyıq. Niyə? Xatirinizdə olsaydı biz Farabi ilə də danışanda mən dedim bir dənə Farabinin tərcüməsini Şubiyə tərcümə eləmişdi Seyyid Cəvali Səccadə adında. Seyyid Səccadə adında 150'lik kitabı 350 səhifəyə tərcümə eləmişdi. Bir mətni əslidən əlavə hər şey vardı onun içində. Tərcümələr özgə dillərdə çaşdıran, yanlış yaradan qələt qulutdurlar. Bizə düşən budur ki, ya əsli mətnə gərək müraciə edək, təxəssüsümüz olar. Ya olmasa da türkü tərcümələr ki olubdur, onlardan bəhrə aparmalıyıq. Bu birinci metodolojidir. Təfsiri, milli, türkü, İslamidə ki, ittifaq düşə bilər. İkincisi nə mənə? İkincisi budur ki, Qur'ana insani kitab baxmalıyıq. Bir teydadı ərəfə nəfsəni ötürüb Qur'andan ərəfə rəbbədən yapışır. Ta zamanı ki biz ərəfə nəfsiyə Qur'anda çatmayaq, özümüzü orada tapmayaq və tanımayaq, bizim ərəfə rəbbəmiz də bir dənə qondarma bir şey olacaq. Qur'an insani kitabdır. İnsandan ötürür. Hətta bir ayəsi də var. Əleykum ənfusakum. Bilirsiniz, müasir ərəbdə məsələn birinə deyirlər ki, sən vərziş eləməlisən, deyir, əleykum bir riyadə. Yəni, sən get vərziş elə. Əleykum ənfusakum təbir Qur'anıdır. Yəni, özünüzü tapın. Bu sizdən ötürür bu kitab. Yoxsa tanrı elə var da, ərəblərdə müxtəlif tanrılar ibadət edirlər. Təkcə bu idi ki, gedərlər bir dənə tanrının üstünə. Bu sən. Qur'anı fəlsəfi, irfani, əxlaqi, hekəmi, kültür, tarixmən bir kitab görmək bu metodolojidən çıxır eşiyə. Ona görə şuubi təfsirin bir dənə yanlış düşüncəsi budur ki, bizi bundan ayırsın ki, Qur'an bir dənə Qur'an kitabıdır da, burada insanşünaslığa bir şey yoxdur. Burada fəlsəfəyə bir şey yoxdur. Burada irfana bir şey yoxdur. Bu Qur'an elə hidayət kitabıdır. Təkcə buna hidayət gözlə baxacaq. Ayrı bir şey götürənməz. Hal bu deyil. Bizim bağvərlərimiz fəlsəfəmizdən, dindən və inancımızdan çıxır eşiyə. O bağvərlərdir ki, bizi fərqli eləyir özgələrlə. Bu da ikinci metodolojidir. Üçüncüsü budur ki, Muhammed ibn Abdullah'ı 3 dənə Muhammed burada təfsir edirlər. Birincisi, Əbu Nəsr Muhammed ibn Tərxan Üzləq Əl-Farabi Ət-Türkiyyül Həkim Əl-Məşhur Sahib-ül Təsanif Fil-Məntiq vəl-Musiqa. Biri Farabidir, fəlsəfə baxımından. Fəlsəfə baxımından Mədine-i Fazilə utopiya yaraldıdır. Biri odur. İkincisi, Muhammed ibn Ali ibn Məlikdad Təbrizi müləqqəb be Şəmsüddin ya Şəms Təbriz. Divan Şəms. Şəms Təbriz. Divan Şəms göz o məzlumtərin kitablarla ki, bizim tarix bulqar. Laiklər bir cür rədd eləyib, sekularlar bir cür rədd eləyib. Bu kitab Təbriz məktəbidir. Bunun qəzəlləri ki, o qədri Təbriz barəsindədir, biz Təbrizi orada tanıya bilərik. Təbrizin düşüncəsini Şəmsin qəzəllərindən çalda bilərik eşiyə ki, bizə bir dənə metodoloji təfsirdir. Üçüncüsü, Muhammed ibn Hüseyni Xatibi Bəkri Bəlxi Rumi Həzrət Xudavəndgar Mevlana Cəlaluddin Mevlanadır. Bunlar da irfan sahəsində bizə metodolojini yaraldırır. Əzizlərim, mən bu təfsirə ki baxıram, yəni bu iki cürə təfsirə baxıram, görürəm ki, Şubiyyənin təfsirində və metodolojisində ağır bir yanlışlar var. Yəni tərsə düşüncələr var. Bu tərsə düşüncələrin mən bir dənəsini burada sizə açıqlayıram. Baxın, Qur'anın yaxın bir 6200 xordeyi ayələri var. Bu ayələrdən 775 dəfə elm və onun müştəqqatı gəlir. 59 dəfə əql və onun müştəqqatı gəlir. 479 dəfə fikir və onun müştəqqatı gəlir. 200 dəfə hikmət və onun müştəqqatı gəlir. 300 ayə Qur'anda dəvət bir təfəkkür və təəqqül edir.
300 ayəyə yaxın dəvət və zikr eləyir. Çünki bilirsiniz, Mevlana deyir ki, اینقدر گفتیم باقی فکر کن فکر اگر جامد بود رو ذکر کن fikrin dayandı sən get zikr elə də biz adca zikr eləsən sənin fikrin açılacaqdır zikr ra xurşid zikr آورد فکر را در اهتزاز zikr ra xurşid این افسرده ساز pəs zikrəşi bir belə təkid eləyir sənin fikrini düşünməyi aşmaqdan ötürü bir belə də 300 dəfəyə yaxın səni zikrə çağırır 255 dəfəyə yaxın kitabın özü və müştəqqatı Quranda gəlir. Vacə-i ərəfənin özü 60 dəfəyə yaxın və müştəqqatı Quranda gəlir. Nə qədər səmc kələməsi, nə qədər bəsər, nə qədər tədəbbür, nə qədər fəhm, bunlar yığıb-yığışdırında baxsan görsən, Qur'anın 1/3 payı səni dəvət edir, əqlaniyyət və təfəkkür və elm edir. Kullu bu kitabda. Ola bilməz ki, bir kitab səni əqlaniyyətə dəvət edir, onun təbəatına boyun əyməyir. Ağlı bir dənə bıçaq kimindir, kəsib doğrayar. Ağlı bir dənə tacir kimindir. Yəni, o qəd ölçər, salar, çıxar, 10 dəfə, 100 dəfə ölçər, bir dəfə kəsər. Bu ağlın xislətidir. Ağlı bazar idid o taciri ağaz gəl. Eşq didə zansuy bazarha Mevlana deyir. Xob, burada nə ittifaq düşübdür? Burada bu ittifaq düşübdür ki, Şubiyənin metodoloji təfsirində 60 dənəyə yaxın ayətül əhkam vardır. Bu ayətül əhkamın tamamilə hegemonisi və sültəsir tamamı Qur'ana və tamamı bu ayəta özünü görsədir. Elə bir Qur'an gəlib fəqət 60 dənə ayətül əhkamdan ötür. Bu çəkimdaşlıq, bu təvazun və təadulu az heysə kəmmi və keyfi bu təfsir vurub bir-birinə. Yəni, təhcə Qur'an ayətül əhkamdan çox yekə bir kitabdır. Necə biz deyirdik ki, tarix yekətər az budur ki, müvərrixlərə tapşırasan, çünki filsufanə də gərək tarixdə baxasan, necə deyirdik ki, din yekətər az budur ki, dindarlara tapşırasan, indi də burada bu sözdür. Burada budur ki, Qur'an yekətər az budur ki, sən bunu ayətül əhkama fəqət tapşırasan. 60 dənə yaxın bir ayə var. Əlbəttə, calibi budur ki, o ayələrin içində də bir para ayələr çox humanitar və insani ayələrdirlər ki, onlar hələ üzə çıxmır. Yəni, o 60 ayənin içində də bir seçim var, 20-30 dənə ayə çıxır onların içindən. Məsələn, bu ayətlərdən biri o ki, insani ayələrdirlər, qərzul həsənədir, ixlasdır, ərz edeyim ki, ayətdir ki, mərbutdur, sülhüdür, sülh üçün bu ayələr var, vücub-i vəfa üçün, kəramət üçün, ruxsət üçün ki, ondan elm usulda azadını çıxaldırlar eşyə filan. Bu ayələr də elə o ayətül əhkamın içində örtbasırdadır. Amma o ki, üzə çıxır ümumiyyətdə və onların üstündə biz dərvaqa bütün təfsirə ihatə eləmişik. Ayə-i təyammümdür, ayə-i hicabdır, ayə-i vuzudur, nuşuzdur, vəsiyyətdir, ruzədir, qisasdır, nəfridir, serqətdir, cümədir, ersidir, ribadır, müharibədir, tələxdir, tərəbbüsdür. Bunlar bir para ayələrdir, sözlərinin xassı bir ayəsi var. Burada mən fürsətim yoxdur onların ayələrini oxuyam. Bu əsasda nədir? Bu çəkimdaşlıq və bu təvazun bu təfsirdə neyibdir? Dəyibdir bir-birinə. Halbuki Mevlana deyir ki, gerçi məqsud az kitaban fən boğayım, ger tu əşbalış koni həm mişəvər. Bu kitabdan sən hər cürə eləyə bilərsən, bəhrə aparasan. Amma bu kitab sənə yaşayışın məharətini öyrədir. Bu kitab sənə əqlə dayanmağı, fəhmə dayanmağı sənə öyrədir. Mən həmişəkilər kimi vaxtım azalır. İcazə versəz, mən gəlim ayələrin barəsində mənə dostlar, əgər icazə verirsə, mən cəmən icazə alırım. İcazə versəz, bu məhəbbəti ki, siz mənim üçün elədiniz, mən icazə buyursaz, bir dənə hikayət deyəcəm. Bu hikayəti mənim bir qazi yoldaşım var idi. Hətta bir gün gəlsin bura, o tərifliyibdir. O deyirdi ki, bizim